Herkese salam. Deməli bu günləri sizə mumcuqdan, parçadan, ipdən, yəni fərqi yoxdur. Ümumiyyətlə çanta düzəltməkdə istifadə olunacaq bütün materialları göstərəcəm. Videonu sonuna qədər izləyərək bütün hamısına baxa bilərsiniz. Yəni qulplar olsun, zincir olsun, hamısını bir-bir hamısını göstərəcəm sizə. Deməli birinci başlayırıq. İlk növbədə baxın qulpları göstərirəm. Bu formada əyri model var. Baxın belə. Bunun iki ölçüsü var. Həm 18 cm, həm 20 cm. Bir də bunun gümüşü rəngi var belə. Bu da təxminən 17 cm-dir. Yəni formada. Sonra bu formada bir model var. Açığını göstərim, baxın belə. Onu həm tək olaraq da sumkada istifadə edə bilərsiniz, həm də məsəl üçün cüt. Fərqi yoxdur. Sonra bu formada mirvaridən var qulplar. Və belə moruqdan. Belə moruq. Sonra bu formada çanta qulpu var. Eni 20 cm-dir. Yəni bunlar hal-hazırda əldə qalan modellər bunlardır, amma ən yaxın zamanda yeni modellər də gələcək. Gələn kimi hər biri paylaşılacaq. Sonra baxın bu çantada istifadə edə biləcəyiniz qızıl zincirlərdir. 3 növü var hal-hazırda qızılının. Baxın belə bu iki model biraz enlidir, bu onlardan biraz ensizdir. Həmçinin gümüşünün də həm enli, həm ensizi var. Sadə, üzəri naxırsız. Bu ensiz olandır. Bu da enli olandır. Baxın müqayisə üçün yan-yana tutub onları çəkirəm. Sonra muncuq çantanı toxumaq üçün leskalardır. Baxın bu böyük toplardır. Həm şəffafı var, həm də qarası. Şəffafı 04, 05, 06 ölçüsü var. Amma qaranın isə 06 ölçüsü var. 06 və 05 ölçüsü var ancaq. Belə. Sonra bir də bunların balaca topları var. Baxın bu da balaca topdur. Ancaq bunun şəffaf rəngi var. Ölçüsü 05, 06, 07. Hər birindən var. Ancaq şəffaf rəng. Burada isə istifadə edə biləcəyiniz halqalar filandır. Baxın belə bir halqa modeli var. Üzərində bunun formada fırlanır. Bunun həm gümüşlüsü, həm qızılısı var. Sonra halqanın üzəri belə sadəsi var. Bunda həm gümüşlüsü var, həm də belə qızılısı. Sonra kırçokların da baxın belə iki dənə belə var modeli. Bunun həm gümüşlüsü, həm qızılısı var. Bunların biraz balaca modelləri də var. Bu qızılısıdır. Bu qızılısıdır. Bu isə gümüşü. Sonra maqnitlər var, böyük ölçüsü 4 rəngi var. Baxın bu qarasıdır. Yəni tam zil qara deyil də. Amma qara gedir. Qarasıdır. Bu gümüşsüdür. Deyilsən qarasıydı. Bu da bu gümüşsüdür. Müqayisə üçün qara ilə gümüşünü yana qoyuram. Bir bronz rəngi var, bir də qızıl rəngi var. Sonra isə baxın bu formada sumka üzərinə yapışdırma etiketlər var. Sonra baxın bu qızılı gümüşü muncuqlardır. Həm baxın bu gümüşlü, həm də qızılısı var. 8 milli ölçüsü. Sonra bu zamuşlardır. Baxın rənglərini sizə göstərirəm. 10 milli ölçüdür. Hər biri yarım kilodur. Bir də düzüm kristallar var. Bunların materialı, yəni akril deyil, plastik deyil. Kristaldır. Bunlardan da çanta toxuyurlar. 8 mm ölçü. Baxın rənglərini sizə göstərirəm.
Sonra burada çantaya aid çəkmişkən muncuqları təkrar göstərim sizə. Baxın, bu yaşıldır, tünd yaşıl. Kvadratı var. Həm 10 milli, həm 8 milli. Burada da həmçinin. Bu yaşılın yumru kristal formasıdır, baxın. Bunda həm 8 millisi, həm 10 millisi var. Sonra bu cür qırmızı var, yumru. Həm 8 milli, həm 10 milli. Sonra rozovusu var, böyle bu formada. Sonra bunun qarası var. Sonra bir de xamilyon var. Şəffaf xamilyon. Bunun 8 milli, 10 milli. Həm kvadratı var, həm bu formada dairə şəkilli. Sonra bu cür ağ, yum ağ. 8 millisi, 10 millisi var. Sonra baxın, hal-hazırda belə bir rəng gəlib. Bu da bu dəqiqə dəvrdə olan bir rəngdir. Baxın, bu formada həm 8-liyi, 10-luğu var, həm kvadratı var, həm belə yumru modeli var. Ondan sonra baxın, qırmızı rəngi kristalın. Qırmızının da kvadratı da var, belə yumrusu da var. Sonra bu rozov rəngi. Rozov rənginin bu yumrusudur. Kvadratı ise biraz tüy. Ondan sonra bu formada renkler var. Sonra moruk muzluqlarımız var. 14 millidir, 3 rengi var. Maloçnu, qara, ağ. Bir de 12 millinin ise maloçnu, bir de qara rengi var. Sonra bu formada mirvarilərdir. Hal-hazırda sizə mümkün olan bütün hamısını göstərdiyi, ətraflı məlumat üçün də əlaqə saxlayıb hamısını öyrənə bilərsiniz. Yəni bu dəqiqə üçün olan modellərdir. Yəni tamamda olaraq bizə yeni modellər, həm muncuqlar, həm çantaya materiallar gəlir. Yəni hal-hazırda bizim çanta qutlarımız gələcək, yeni modellərimiz. Təxminən bir həftəyə 10 günə yeni modellərimiz də gələcək. Bunlar hamısı paylaşılacaq. Səhifəmizi izləyərək onları görə bilərsiniz. Yəni muncuqların da rənglərindən tamamda olaraq gəlir. Hər yeni rəng gələn kimi biz o səhifədə paylaşırıq. Yəni onları görmək üçün bizə kanalımıza abunə olun, izləmədə qalın, bütün hamısını görə bilərsiniz. Yəni yeni gələnlərdən xəbər ola bilərsiniz. Həm də bizim Instagram səhifəmiz var, orada paylaşırıq. Instagramda Dəbil Aksesuar səhifəsi var. Orada daxil olub baxa bilərsiniz. Mağazamızda 2 ünvanı var. Həm Əhmədlidə, həm də Sədərək Ticarət Mərkəzində var. Sədərəkdə Şirniyyatda 11-12-ci sıralar arasında axırıncı korpusda mağaza 31. Əhmədlidə isə Əhmədli metrosunun üzü Ukrayna dairəsi tərəfindən çıxışında, yolun sağ tərəfində. Metronun çıxışından hardasa təxminən 100 metr qabaqda yolun sağında. Həm sifariş verə bilərsiniz, həm də mağazalarımıza yaxınlaşıb əldə edə bilərsiniz. Ətraflı məlumat isə açıqlama bölməsində yazacağam.